Bildiyiniz kimi Peyğəmbərlik haqqında danışırdıq. Mən əslində bu mövzulara girmək istəmirdim. Amma son zamanlar dinin insanlar üzərində əmələ gətirdiyi baskılar olsun, nə bilim insanlarda narahatlıq əmələ gətirməyi olsun, məni bu məsələlər haqqında danışmağa vadar elədi. Daha doğrusu elədilər. Bildiyiniz kimi Məhəmməd saxta peyğəmbərliyinin bir dəlilidir. Odur ki, o İncildə adının güya gəldiyini iddia edir. İncildə Quranın deyişi ilə güya İsa deyirdi ki, məndən sonra gələcək Əhməd adında bir elçini müjdələyir. Dostlar, bu bildiyiniz kimi əfsanədir. Oradakı Əhməd sözü yox, Feraklitos sözü var. Feraklitos sözü təsdiq edən, təsəlli verən mənasına gəlir. Bu Feraklitosun müqəddəs ruh olduğu Xristian teologiyasında gəlir. Bildiyiniz kimi Xristian teologiyasında düzdür, müsəlmanlar o tərəfdən deyirlər, fərqli fikirləşirlər, amma Xristianlığa görə Tanrı təkdir. Fəqət onun üç şəkildə formu var. Birincisi atadır, yəni mütləq nur, Aşem. Yahudilər Aşem deyir. Aşem bildiyiniz kimi sonsuz nur deməkdir. Onu nəzərdə tuturlar, yəni mütləqliyi. İkincisi oğul, yəni Tanrının insan təzahüründə görünməlidir ki, bu Məryəm oğlu İsanı nəzərdə tuturlar. Yəni insanın Tanrı şəklində təzahürü, Tanrının insan şəklində təzahürü. Üçüncüsü də isə müqəddəs ruhdur. Müqəddəs ruh nədir? Elə fikirləşirəm ki, müqəddəs ruh da elə peyğəmbərlik ruhundan eyni şeydir. Müqəddəs ruh Tanrının öz sonsuz nurundan ayırdığı məhdud bir nurdur. Müqəddəs ruh insanlara vəhy eləyəndir. İsa İncildə deyir ki, mən gedirəm, mənim gedişim sizi eləməsin də, ürəyinizi sıxmasın, məndən sonra Feraklitos gələcək. Burada müsəlmanlar güya deyirlər ki, və Muhammed də elə fikirləşir ki, bir dənə peyğəmbər gələcək, güya ki. Hətta bunu İmam Buxarinin hədis kitablarında da görə bilərsiniz ki, Buxari güya deyir ki, İsa ilə Məhəmməd arasında başqa bir peyğəmbər olmuyor. Bu da xurafatdır. İsa burada peyğəmbər deyəndə Feraklitos gələcək, yəni o deməkdir ki, bu peyğəmbərlər gələcək. Nəyə görə? Deyəsiz. Dostlar, bildiyiniz kimi övliyalıq məqamı denilən övliyalıq sintetik bir məqamdır. Yəni ki, İslamda bildiyiniz kimi güya Məhəmməd son peyğəmbərdir. Onun peyğəmbərliyini qurtardı deyə onun adıyla övliyalıq dini davam elətdirmək üçün övliyalıq sonradan icad olunmuş bir məqamdır. Övliyalıq elə peyğəmbərliyin özüdür. Deyəsiz ki, nətər olur? Dostlar, elə bir övliyalıq Allahdan dost olmaq, deyilir ki, Quranda
Allah övliyalarını insanlar arasında gizlədir, məcazən o mənada deyir. Övliyalar, baxın, peyğəmbərlər Allahdan vəhiy alır. Övliyalar Allahdan ilham alır. Gör, ikisi de eyni şeydir. İkisi de Allahdan xəbər alırlar. Peyğəmbər möcüzə göstərir, övliya kəramət göstərir. Aslında bunlar ikisi de eyni məqamlardılar. İntihası yəni Məhəmməddən sonra peyğəmbər güya gəlməyəcəkdi deyə din ücə başlayacaqdı yavaş-yavaş köhnəlməyə. Dostlar, bir şey nə qədər gözəl belə olsa, bir din belə, hər şey aiddir bu həyatda. Nə qədər gözəl olsa belə, o şey köhnəlməyə məhkumdur. Yəni İslam dini bildiyiniz kimi 1400 ildir var. Əgər övliyalıq olmasaydı, hal-hazırda bugün müsəlmanlar o dərəcədə çox olmazdı. Çünki övliyalar dini davam elətdirir. Şiələrdə imamlar da nəzərdə tuturlar bunu. İmam da bildiyiniz kimi övliyaların ən üstünə deyirlər də, rəhbər. Sünnilər ona qütb deyir. Nəysə, mövzu İncil məsələsi idi. İsa'nın bu Feraklitosu elə övliyalıqdır. Yəni ki, İsa dini tamamladığını iddia eləyirdi. Həm şərri baxımdan şəriəti, qanunlar, dinin qanunlarını tamamlamışdı İncildən. Ki ayə də burada deyir, müsəlmanlara bu bir dənə şey olsun, dəlil olsun ki, İsa İncildə deyir ki, şeydir, ey inananların məni inkar, ey Rabbinlər, məni inkar eləməyin, mən bu dini dəyişdirməyə, inkar eləməyə yox, tamamlamağa gəlmişəm. Əgər İsa dini tamamlayıbdırsa, ondan sonra Ulu Əzm peyğəmbərinin, yəni yeni bir şəriət, qanun, kitab sahibi bir, yeni din sahibi bir peyğəmbər. Bura diqqət eləyin, qarışdırmayın, yəni fərqli peyğəmbərlər də öz içərilərində fərqlənirlər. Biri var Elçənə peyğəmbər, biri var Ulu Əzm peyğəmbəri. İslam alimlərindən soruşun, sizə deyəcəklər. Deyəcək ki, məndən sonra gəlməyəcək. Deməli, Məhəmmədin onsuz da otomatikman saxta peyğəmbər olduğu ortaya çıxır. Çünki İsa deyir ki, məndən sonra din gəlməyəcək. Durarlar burada belə bir xurafat deyərlər ki, güya İncil təhrif olunub. Boş söhbətdir. İncil təhrif olunubsa belə onu Allah nazil eləməyib. İsa özü yazır. Bir mövzuya da yəni ki, burada həm Feraklitos dəlil göstərdim. Bu Muhammedin iddiasının saxta olduğuna dəlildir.